də dünyaya qayıdıb daha bir dəfə ölməyimi arzuluyorum? İstəmirəm. Qurani Kərim buyurur, ölüm anı bir dənə çətinlik hər bir insan, hər bir varlıq, ərsəyə qədəm qoyan hər bir mövcud onu dadacaq. Qurani Kərim deyir, kullu nəfsin zaiqətul maut. Bütün varlıqlar ölümü dadacaqlar. Mələklər də dadacaq, heyvanat da dadacaq, insanlar da dadacaq. Varlıqda var olanlar hamısı ölümü dadacaqlar. Hətta nəql olunub onda ki, Allah Əzrailin öz canını alacaq. Canın özünə qaytarandan sonra birinci cümlə ki, Əzrail deyəcək, Subhanəkə ya Rəbb. Sən paksan, münezzəhsən mənim Rəbbim. Amma nə qədər bir ağır işi mənə həvalə eləmişsən, nə çətin bir hissəni mənə həvalə eləmişsən. Əsbə ibn Nübatə Əmir-əl-Mumininin əshabındandır. Tarixin möhtərəm, dəyərli bir adamlarından. Əsbə ibn Nübatə deyir, mən var idim Mədaində, o zaman ki Səlman xəstələnib yatağa düşmüşdü. Tez-tez yedirdim ona dəyməyə. Hiss eləyirdi Səlman ki ömrünün axırlarıdır. Bir gün mənə dedi, Əsbə ibn Nübatə, dedim, bəli. Dedi, Əsbə, bir dənə sərir düzəldin, bir dənə mafa düzəldin, məni onun üstünə qoyun, aparın qəbrəstanlığa. Dedim, niyə? Dedi, Həbibim, Allah Rəsulü mənə söz verib ki, ölümümdən qabaq meyyit məndən danışar. Apar məni qəbristana, əziyyət çəkirəm, meyyitlərlə danışım, görüm məndən danışsalar, bilim ki, day mənim ölümümdür. Yox, əgər danışmasalar, qaytararsızlar. Əsbə ibn Nəbatə deyir, bir dənə mafa düzətdik, Səlmanı qoyduq onun içinə, gətirdik qəbristanı Mədainə. Qəbristanlıqda Səlmanı qoyduq yerə, Səlman üzün tutdu qəbirlərə və salam verdi. Dedi, salam olsun sizə, ey torpaqlar altında uyuyan insanlar. Salam olsun sizə, ey torpaqların əsirlərinə dönənlər. Salam olsun sizə o insanlar üçün. Əməlləri dünyadan bitdi və indi axirətdə öz hesablarının intizarındasın. Mənəm Səlman-ı Farsı bir insanı ki, Allah Rəsulü mənə dedi, ölümündən qabaq meyyit səndən danışar, gəlmişəm, sizlə danışam. Kimdir o adam ki, Allah və Rəsulundan xatir və onun mənə verdiyi vədədən xatir mənlə danışam? Əsbə ibn Nübatə deyir, Səlman bu sözü deyəndən sonra qəbirlərin birindən səs gəldi. Səs gəldi ki, salam olsun sizə, yerin əsirləri, yerə yapışıb qalanlar. Mən məmur olmuşam. Mənə izin verilib, mənə görəv verilib ki, sənin suallarına cavab verəm. Ey Allah Rəsulunun sevimli səhabisi, de, soruş, nə soruşursan? Əsbə ibn Nübatə deyir, elə ki o səs gəldi, Səlman dedi, sif liyəl maut, ölümü mən üçün vəsf et. İnsan ölümü necə baş verir, onu mənə deyir. Deyir, elə ki bu Səlman bunu dedi, o meyyitdən səs gəldi, dedi Səlman, ondakı xəstələndim, ölüm yatağına düşdüm. Halım get-ged ağırlaşdı, bir də gördüm, bir vücud daxil oldu mənim otağıma. Ondakı gördüm, bunun ayaqları yerdən fasiləli məsafəlidir. Bildim deyəsən bu mələkdir, ölüm peykidir, gəlib canımı almaq. Səlman elə mən bu düşüncədə idim ki, o mənə bir cür baxdı, dilim tutuldu. Səlman mənə işarə elədi, qulaqlarım kar oldu. Səlman mənə işarə elədi, gözlərim kör oldu. Ondan sonra yaxınlaşdı, ruhumu bədənimdən ayırdı. Səlman elə bil mişarla bədənimi doğradılar, qəyçi ilə ətlərimi dikələdilər. Səlman bu cür mənim ruhumu bədənimdən ayırdı. Ondan sonra mənim ruhumu apardı. Mənim ruhumu aparandan sonra gətirdi bir yerdə təhvil verdi. Onda ki mənim ruhumu təhvil verdi. Məni qəbrin içinə qoydular. Məni ləhdin içinə qoydular. Kəfn eləyəndən sonra, dəfn eləyəndən sonra. Onda bir dənə mələk daxil oldu mənim qəbrimə. O mələkdən soruşdum, kimsən? Nə üçün gəlibsən? Ondan soruşanda kimsən, nə üçün gəlmişsən? Dedi, mən münəbbihəm.
Gəlmişəm insanları daha bir dəfə ayıldım, oyadım. Mən o mələkəm ki, Allah mənə əmr edib insanların əməllərin yazdıram. Gəlmişəm sənə elədiyin əməlləri yazdıram, yaz elədiyin əməllər. Bu sözü mənə deyəndə yaz elədiyin əməlləri bir cür mənə bunu dedi. Bir vəhşət canıma düşdü. Mən dedim, mənim axı kağızım yoxdur yazmağa. Dedi, kəfənin bir qismətinə yaz. Dedim, axı mənim qələmim yoxdur yazmağa. Dedi, şəhadət barmağından yaz. Dedim, axı mənim mürəkkəbim yoxdur yazmağa. Dedi, ağzının suyundan götür yaz. Səlman elə ki, bu əmrləri mənə verdi bir surətdə ki, məndən namehriban idi. Məndən çox sərt rəftar edirdi. Mən qorxumdan barmağımı ağzımın suyuna batırırdım. Yazan döndüm, baxdım buna. Dedim, axı mənim yadımda dur, mən nələr eləmişəm. Sən ki mənə deyirsən, hər nə yaz. Dedi, və mən ona görə elə buradayam. Sənin elədiklərin hər birin Allah yaddaşt eləyib və onlar mənim huzurumdadır. Mən sənə imla eləyəcəm, mən deyəcəm, sən yazacaqsan. Ondan sonra Səlman, mən başladım yazmağa. Mənim təklifə çatdığım, həddi buluq olduğum, andığım, düşündüyüm gündən Səlman, mən neynəmişdim, hamısını dedi. Mən də qorxa-qorxa, əllərim titriyə-titriyə, hamısını yazdım o kəfənimin qırağına. Elə ki yazdım, qutardım bir surətdə ki, yaza-yaza özümdə müşahidə edirdim, bədənim titrək, səsim lərzan, gəldi o mələk kəfənimin o hissəsini cırdı, onun altına bir dənə mühür vurdu, onun ortasından bir dənə deşik açdı, keçirtdi mənim boynumu onu. Səlman o zaman ki onu mənim boynumdan astı, gördüm Xudaya, elə bil dünyanın dağların boynumdan astı. Səlman sıxıntılar mənə qələb elədi. Səlman bir daha səsin tutuldu, Əsbə ibn Nübatə deyir, tamam bunları danışdığı zaman Səlmanın gözündən yaş gəlirdi. Səlman dedi, ay Allahın bəndəsi, məgər sən nə əməlin sahibiydin? Məgər sən Allaha və Peyğəmbərə iman gətirməmişdin? Elə ki deyir, bu sözü dedi, o meyyitdən səs gəldi. Yox, Səlman, bir Allahın özü şahiddir ki, mən Quran əhliydim. Səlman, mən namaz əhliydim. Səlman, mən oruç tutardım. Səlman, mən bitki halal çörək qazanmaq üçün özümü zəhmətə salardım. Səlman, hər bir günahın dalıca istiğfar eləyib Allahıma yalvarardım. Səlman, məndən amma keçən məhv oldu. Səlman dedi, Allah bəndəsi, qəlbim sıxıldı, de görüm Allah səndən sonra neynədi? Dedi Səlman, onlar gedəndən sonra 2 mələk gəldi. Onlardan birinin bir cüssəsi var idi, onun bədəninə baxdım, gördüm Xudaya. Əgər yerdə, göydə nə məxluq var, hamısı yığışıb, bunu itəliyələr, bunu yerindən dəbərdə bilməzlər. O gəldi, durdu mənim müqabilimdə, bir uca səslə qışqırdı başıma ki, mən Rəbbük, sənin Rəbbün kimdir? Səlman, həyatımda elə vəhşətnaç, vahiməli bir səs eşitməmişdim. Səlman, əgər o səsi dünyaya bıraxsaydılar, yer üzünün əhalisi o səsin qəhrindən hamı tələf olardı. Ondakı deyir, vücuduma daha bir dəfə təlatüm gəldi. Mənə dediyi sözdən titrəyiş gəldi, titrədim, dizlərim əsdi, amma birdən sualın cavabı yadıma düşdü. Ondakı yadıma düşdü, bu sualın cavabı gördüm, dilim açıldı, dedim, sən mənə qışqırma, sən məni yəsiz sanma. İnnə Rəbbi Allah, mənim Rəbbim mütəal Allahımdır.
Bir Rabbimdir ki mən ona ümidvar olub bura gəlmişəm. Sən məni belə incitmə. Mənim Peyğəmbərim, sevdiyim, əzizlədiyim Allah Resulü Muhammed ibn Abdullah. Mənim kitabım Kur'an'ımdır, ümidim Pərverdigarımdır. Məni belə incitmə. Ondakı deyir səsim bu cür oldu. Ondakı eləyə bildim Rəbbimdən danışam, Peyğəmbərimi yad eləyəm, Kur'anımdan qürrələnəm. O çəkildi kənara. O birisi mələk əli ilə işarə elədi qəbrimə. Baxdım, gördüm, göz işlədiyi qədər bağ-bağatdı. Səlman, məni Allah bağışladı. Amma Səlman, sən demə o yazdıqlarımın içində, yaşadıqlarımın içində nə qədər diqqətimdən qaçan günahlar var imiş ki, o günahlara xatir bunlar mənə keçdi. O günahlara xatir mən bu sıxıntıları yaşadım Səlman. Əsbə ibn Nübatə deyir, ondakı Səlman bunların hamısını dinlədi. Sonra başını qaldırdı Rəbbinə tərəf, dedi, Xudaya, düz demisən, Peyğəmbərim mənə düz deyib, mənə dedi Səlman, meyit səndən danışar, meyit məndən danışdı. Xudaya, bu insan sıxıntılar yaşadı, amma sonunda rəhmət və şamil oldu. Xudaya, şəhadət verirəm, səndən başqa məbud yoxdur. Xudaya, şəhadət verirəm, sonuncu Peyğəmbərin həqqaniyyətinə. Xudaya, şəhadət verirəm, Mevləl Müvəhhidin Əli ibn Əbi Talibin imamətinə. Xudaya, güvənirəm, pənahənd oluram, sığınıram sənin rəhmətüə, al mənim canım özüə tərəf. Əsbə ibn Nübatə deyir, Səlman bunu dedi, başı yaxdı üstündən. Baxdıq, gördük, Səlman dünyanı tərk elədi. Səlman dünyanı tərk eləyəndən sonra bir də gördük bir möhtəşəm atın üstündə Mevləl Müvəhhidin Əli ibn Əbi Talib ora qədəm qoydu. Dedim, ya Əli, sən Kufə, bura Mədain, nədən gəldin, necə gəldin, hardan bildin Səlmanı? Əli ibn Əbi Talib dedi, Allahın Peyğəmbərin və bizim sevimlilərimizin ölümün bizə xəbər eləyirlər. Əsbə ibn Nübatə, bu sənin və mənim aramızda olan sirridir. Bunu qusl elə, bunu kəfən elə. Deyir, mən durdum, Səlmanı qusl elədim. Mən Səlmanı kəfən elədim. Əli ibn Əbi Talib Səlmana cənazə namazı qılıb, məndən xudafizləşib oranı tərk elədi. Dedi, insan evladı.